Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çoxlu marağa səbəb olan ciyər pirajkisini hazırladım. Çox dadlıdır və ləzzətlidir. Ciyər pirajkini hazırlayanda ən birinci içlikdən başlamaq lazımdır. Ona görə ki, İçliyin hazırlama prosesi biraz uzundur, etapdır. Ona görə də ciyər pirajkini hazırlayanda birinci içliyi hazırlasaz daha yaxşı olar. Qara ciyərlə ağ ciyəri doğrayıram. Onu da qeyd edim ki, vaxtı ilə Çudapeçkanın məşhur ciyər pirajkisi idi. Doğranmış ciyərləri 3 saat soyuq suda saxlayıram. Ciyər suda qalana qədər vaxtı itirmədən içli üçün nəzərə alınan soğanı doğrayıb yağda qızardıram. Soğanı bitki yağında qızardıram. Zövqə görə əgər istəsəz bunu kərə yağında da qızarda bilərsiniz. Soğan qızaran zaman duz da əlavə edirəm ki, soğan hazır olanda çox dadlı olsun. Və soğan gözəl qızılı rəngə düşəndə bax bu cürünə artıq tavanın altını mən söndürürəm. 3 saat keçdi, baxın görün nə qədər qan çıxır və mən ciyəri tərtəmiz yuyuram, qoyuram bişməyə. Ciyər qaynara düşənə qədər kəfin də yığıram və ciyər qaynara düşəndən sonra düz 10 dəqiqə bişirirəm. Ciyər 10 dəqiqə bişəndən sonra ciyəri süzürəm, tərtəmiz yuyuram və təzdən qoyuram bişməyə. Elə ki ciyər qaynara düşəndən sonra bir bütöv soğan və dəfnə yarpağını əlavə edib düz 40 dəqiqə bişirirəm. 40 dəqiqə artıq keçib və mən yenə də ciyəri süzürəm. Süzülmüş və yuyulmuş bişən ciyərin üstünə əlavə edirəm qızarmış soğanı, ədviyyatları və çox gözəl 10 dəqiqə hamısını birlikdə qovururam. Çox dadlı olur onda. Qovrulmuş ciyəri təmiz soyduram və ət maşından keçirdirəm. Sual olar ki, niyə ciyəri 2 dəfə suyun dəyişdi? Onda içlikdən ciyərin xoşa gəlməyən iyi gəlmir. Ciyəri ət maşından keçirdəndən sonra bura xırda doğranmış göyərtiləri də əlavə edirəm. Yaxşıca qarışdırıram. Təsvir edin ki, bu içliyin dadı nədir? Və nəticə bax bu cür olmalıdır. Nəzərdə saxlayın ki, ciyər içliyi yapışqan olmamalıdır. Bax bu cürünə dənəvər olmalıdır. İçlik hazırdır. İndi isə keçirəm xəmirin hazırlamasına. İlk öncə aparı hazırlayıram. Prosesi görürsünüz. Quru ərzaqları əlavə elədim qaba. Üstünə əlavə eləyirəm ilıq su. Yaxşıca qarışdırıram və gözləyirəm ki, apara mayalansın. Apara hazır olana qədər xəmirin quru ərzaqlarını qarışdırıram. Un, şəkər, duz. Yaxşıca qarışdırıram və baxın görün. Görün necə apara mayalanıb. Unun içinə əlavə eləyirəm qatıq, yumurta, hazır olan aparanı və ilıq su. Amma suyu dərhal əlavə eləmirəm, asta-asta əlavə edirəm. Xəmiri yaxşıca bir yerə yığandan sonra ən axırıncı xəmirin üstünə bitki yağını
gəzdirirəm və yenə də qəşəng-qəşəng yoğururam. Mayalı xəmirin qaydası budur. Yağ ən axırda əlavə olunur və xəmirin canına yedizdirilir. Onda xəmir də mayalanır tez, həm də çox gözəl yumuşaq olur. Biraz üstünə yağ əlavə edirəm və bu cürünə örtürəm və gözləyirəm ki, xəmir gəlsin. Xəmir artıq gəlib. Birinci dəfə bu cürünə mayanın bütün havasını çıxardıram, yəni xəmiri öfkəliyirik. Bu şərtdir, bu vacibdir və eyni zamanda xəmirin gözəlliyinə baxın. Artıq xəmir ikinci dəfə gəlib və mən ümumi alınan xəmiri bölürəm 45 qramlıq kündələrə. Xəmir o qədər gözəldir, o qədər möhtəşəmdir. Siz də video diqqətlə baxıb, eynən mənim kimi hazırlasaz, sizdə bu cür gözəl xəmir alınacaq. Və ən əsası bu xəmirin gözəl olması apar ilə hazırlanmasıdır. Kündələri hansı podnisə yığacamsa, bax bu cürünə yağlayıram. Bax bu cürünə yumurluyuram. Yığıram podnisə və bir daha da kündələri üstün örtürəm ki, bir 10 dəqiqə, 15 dəqiqə qalsınlar ki, bunlar mütləq gəlməlidirlər. Siz də bu cür etap mayalı xəmirlə işləsəz, sizin alınan piraşkiləriniz olacaq mükəmməl, möhtəşəm, yumuşaq. Bu qabı mən yağladım və indi başlayıram piraşkiləri hazırlamağa. İçin doldururam. Onu da qeyd eləmək istəyirəm ki, ciyər içliyi çox kapriz içliyidir. Dənəvərdir deyənə biraz çox səliqəli, ehtiyatlı işləyin ki, xəmirə yapışmasın, yoxsa ki, əks halda sizə problem yaradacaq. Bir də bir faydalı məsləhət, qabları yağlayanda nəzarət eləyin ki, çox yağ olmasın. Yoxsa ki, piraşkiləri qızardanda piraşkilərin ağzı açıla bilər. Ona görə də yağdan çox istifadə eləməyin. Ümumiyyətlə piraşkini hazırlayanda əksər vaxtı ustalar unla işləmir. Niyə? Ona görə ki, piraşkini qızardan zaman un yanır və piraşkinin dadı da yaxşı olmur, görünüşü də yaxşı olmur. Və mən davam eləyirəm piraşkinin içini doldurmağa. Təbii ki, alınan 46 kündənin hamısını bişirmirəm, hissə-hissə bişirirəm. Baxın, görün. Vurğuladığım kimi içlik qurudur deyənə bir balaca çətinlik yaradır, amma yenə də problem yoxdur. Ona görə ki, kartof püresi ilə ciyər içliyin arasında çox-çox böyük fərq var. Və mən bunları yığıram. Xəmir çox sözə baxandır, çox möhtəşəmdir. Yəni tərifləməklə deyil, hazırlayın və özünüz buna şahid olacaqsınız. Artıq yağım istidir. Yağın isti olmağını nədən bilirəm? Taxta çubuğu salıram yağın içinə və artıq oradan bilinir ki, yağ istidir ya yox. Soyuq yağa piraşkiləri əlavə eləsəz, deməli piraşkilər bütün yağı çəkəcək canına. Bu da nəticə. Hazır piraşkilər də biraz gəlməlidir, mütləq. Və görürsünüz ki, çevrilirlər. Problem deyil və belə çəngəl köməyi ilə xudmani sıxıram və hər şey qaydasında gedir. Mətbəx kağızın üstünə piraşkiləri düzürəm ki, yağı da çəksin və gözəl nəticə. Piraşkidə bu balaca qaydaları mütləq gözləmək lazımdır. Bu da nədir? Bir piraşki açıldı və xırda ciyərlər töküldü yağın içinə. Problem yoxdur. Mən balaca süzgəclə onu hamısını yığışdırıram və davam edirəm piraşkiləri qızartmağa. Piraşkini nə qədər tərifləsəm azdır. Onu mütləq hazırlamaq lazımdır. Siz bir dənə bunun görünüşünə baxın, rənginə baxın. Bəh. Buna nə demək olar? Möhtəşəmin möhtəşəmi. Kukla kimi.
Sizlere nuş olsun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.